Bakıda koronavirus yayılıb? Rəsmi statistika olmadan nəsə demək çətindir. Klassik mövsümi respirator xəstəlikləri hər yazda olur. İndi may ayı çox qeyri-stabil keçir. Bir gün müsbət 28, səhərsi gün isə müsbət 14 dərəcə olur. Media TV Azmedia qrupu xəbər verir ki, bunu Qaynar Infoya açıqlamasında tibbi ekspert Müşfiq Hüseynov Bakıda koronavirus infeksiyasının yayılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, hava şəraitinin qeyri-sabit keçməsi özü ilə soyuqlama və respirator problemləri gətirir. Hər bir qrip isə bu və ya digər formada virus formasıdır. Virus bəzən yüngül, bəzən ağır keçir. Buna xüsusi diqqət ayırıb ictimailəşdirməyin mənası yoxdur. Hər kəs nəyi edib, nəyi etməyəcəyini çox gözəl bilir. Ekspert hər kəsə öz sağlamlığının qayğısına qalmağa tövsiyə edib. Hər bir qrip isə bu və ya digər formada virus formasıdır. Virus bəzən yüngül, bəzən ağır keçir. Buna xüsusi diqqət ayırıb ictimailəşdirməyin mənası yoxdur. Hər kəs nəyi edib, nəyi etməyəcəyini çox gözəl bilir. Ekspert hər kəsə öz sağlamlığının qayğısına qalmağa tövsiyə edib. Klassikləşən tədbirlər paketi var. Kəskin hava dəyişkənliyindən özünü qoruyun. Normal mövsümi tərəvəzlərlə qidalanın. Vaxtında yatın, təmiz havada gəzin və s. Hər bir xəstəlikdə ən düzgün yol ondan qorunmaqdır.